Hər vaxt xeyir olsun değerli izləyicilərimiz. Noyabrın 13'üdür və bugün nələr baş verəcək? Yəni dünən dediyimiz qızıl 4300'ə qalxdı mı, qalxmadığının sualına gəldi isə təbii ki 4212 oldu. Bugün həmin nöqtəyə qalxacaq mı sualına gəldi isə Telegram siqnal kanalında artıq biz 4214'lərdən bay əməliyyatları vermişik. 4241'lərə take profit koymuşuq və eyni zamanda 4280'lərə 88'lərə qədər qalxacağını gözləyir. Təbii ki, ikinci take profit orada. Ondan sonraki yuxarıdakı hədəflər isə hələ ki gündəlik missiyaya uyğun 4300'lərdir. Təbii ki, korreksiyalarla müşahidə olunacaq. Dünən çox qəşəng hərəkət elədi və dünənki seminarda iştirak edən bütün tələbələr təbii ki, məmnun qaldılar bizim təlimimizdən və bugün saat yeri saatdan 19:00-da ardı olacaq. Yəni qoşulmaq istəyənlər varsa təbii ki buyura bilər. Keçək biz Bitcoin'e. Bitcoin nələr etdi? Dünən biz alış əməliyyatlarını demişdi və 105.200'lərə qədər demişdi. Həmin nöqtə oldu və 102'dən də 102.500'lərdən sonra satış əməliyyatları demişdik. Bu da 100.800'lərə qədər yəni endi. Bugün alışlar 102.800'dən satışlarsa 101.500'lərdən olacaq. Geçək biz crude oil'a. Crude oil'dən 65'dən satış əməliyyatlarına nəzər çatdırmışıq. Təbii ki 62-70'lərə qədər endi bugün nələrə baş verəcək? 63-30'lardan sonra yəni alışlar da 62-80'lərdən sonra satış əməliyyatlarıdır və qısa bir məlumatı da funtun dollar rəqabəti haqqında nəzər çatdırım. Təbii ki yerli saatdan saat 11:00-da xəbərlər var, izləməyə dəyər və bugün alışlar 1.31-400'lərdən, satışlar isə 1.31'lərdən gələcək. Təbii ki biz qısa edirik, yəni dünənki uzun seminardan sonra çox yorğunçuluqdur. İnşallah biz axşam saat 19:00-da ikinci seminara hazırlaşırıq. Və Euro dollar rəqabətinə gəldidə isə alışlar 1.16'lardan, satışlar isə 1.15-600'lərdən gələcək. Nasdaq S&P gəldidə isə Nasdaq S&P dünən dediyimiz nöqtələri arasında yuxarı aşağı korreksiyalar elədi, amma Dow Jones və DAX alışlarla təbii ki yaddaşları qaldı. 48.094'lərdən sonra demişdik ki alışlar olacaq, oldu uzun müddətli və DAX-da da 24.269'lardan sonra alışlar bu da oldu. Bugün nələr olacaq? Bugün bunlar yəni az korreksiya verib yenidən yuxarı doğru istiqamətə davam edir. Təbii ki Nasdaq S&P də ardıca yuxarı doğru istiqamətinə aparacaqlar. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun.